Doktor Seyfəddin klinikasında təbii ki, dediyiniz kimi yüksək səviyyədə laboratoriyamız var, fizioterapiya kabinetimiz var və təbii ki, stomatoloji kabinetimiz, kardioloji kabinetimiz fəaliyyət göstərir. Ən əsas odur ki, Doktor Seyfəddin klinikasını digər klinikalardan fərqləndirən nələr var? Dünyada elə bir klinika tapa bilməzsən ki, dünyada. Orada eyni zamanda apiterapiya, yəni arı zəhəri ilə müalicə, qurbağa ilə müalicə, zəli ilə müalicə, üçü bir yerdə olan, hələ orada iynə batırmanı demirəm, hicamanı demirəm, dediyim kimi çox yüksək səviyyəli Amerika istehsalı olan çatanaq aparatımız var. Boynaq xəstəlikləri üçün, yırtıq üçün, protuzya, sinir sıxılması üçün çox mükəmməldir. Əzələ sinir ağrıları üçün. Xüsusilə də bilirsiniz ki, Doktor Seyfəddin klinikasında yalnız və yalnız migrenin, baş ağrısının müalicəsi var. Niyə? Niyə yoxdur daha böyük, daha nəhəng ölkələrdə? Çünki onun iynə dərmanla müalicəsi yoxdur. Niyə burada var? Dediyim bəyə adlarını saydığım təbii üsullarla insanları baş ağrısından, migren xəstəliyindən, zob xəstəliklərindən, oynaq xəstəliklərindən, qan təzyiqi, ürək-damar sistemi, yəni saçdan dırnağa qədər hicamadan başqa həm də bizdə iynə batırma üsulu ilə müalicə var. Xüsusilə də pariz olan adamlarda, əli tutmayan adamlarda, üşüyü olan adamlarda ki, əlim üşür, ayağım üşür və ayağımın altını hiss eləmirəm, ayaqlarımda yanma var, ayaqlarımda üşümə var, üşüyürəm, corabla yatıram və yaxud da ki, hiss eləmirəm. Bütün hallarda dediyim kimi Doktor Seyfəddin klinikasında yuxarıda saydığım vasitələrlə çox gözəl nəticələr əldə edir Yanar bəy.